Rəhmətliklərdən qan çəkir də istər-istər. Amma bu gözəl də. Deyər ki, bəyəm. Alo. Salam, nətərsən? 50 dəfə demişəm ki, mənə zəng eləyəndə taxtın üstündə paltar bütüləmə. Elə bir unitaz yuyur. Sən mi oxşuyur da? Liboy qıza deyirlər ki, anası dalaşanda deyir ki, bibisini oxşamış, bibisini oxşamış, bibisini oxşadı, oxşamadı. Bizim anaların ayrı, mənim anam da deyir, bibisini oxşamış. Bibi görməmişəm, ay tövbə. Bibimlə mənim əlaqəm yox da, bibim başqa sarıqdır, mən başqa sarıqdır. Deyirdim ki, eşitirsən? Evet Allah, eşitirəm xanım, buyur. Səndən məsləhət almaq istəyirdim. Deyirdim ki, məsələn, mənim dostum zəng Az nəyə gülürsən, az gül atıb, düşüyün biri düşük. Göy mənlə lağa qoyur, qızışmışa bax, təzə qıllanıb deyəsən. Sən sıçıraram, onun nömrəvisi götürüb, normal zəng edin, normal danışın, düşüklər, qızmışlar. Ne oldu? Kız uşaqsan, biraz ağır ol. Ne oldu ana kurban? Himayə. Aylin Dovşan yadına düşüb yenə. Dovşanın qoyub gəlib bir yaxdan bir ağlamağa ağlayır. Heç mən olmasam elə ağlamaz, inanırsınız. Yaslardadır, mərasim. Dovşan qədər də uğursuz heyvan yoxdur. Adı kimi Dovşan. Bütün ruzunu bərəkəti yığır aparır. Uşaqdır da qanmır. Dovşan ruzlu heyvan deyil. Dovşan evə yas gətirir. Allah haqqı. Sıçan ondan ruzuludur. Yığır gətirir oradan buradan padbalı yeri bir yerdə. Bu geçən sıçanın bağırda. Xəqqi. Qabın içində. Pabuqay da pis yanadır. Onu da ruz aparır. Nə alın? Sıçan alın. En yaxşısı sıçandır. İstəyirsən? Alıb sıçan. Səsdən buradan qızlara. Denə kim mənə sıçan olar? Yemək istəyirəm. Nə alır? Sıçan. Sıçan. Bəlkə balığa bak, akvaryum. Dovşan onu da qurban. Dovşan bir heyvan. Uğursuz. Bizi salın bunun başına mən.